göre zikrin faydaları çoxdur. Bakın, birinci, şeytanı qovar ve onu əzər. İkinci, Rəhman olan Allahı razı salar. Üçüncü, qəlbdən kədər və qəmi çıxarır. La ilahe illallah. İnsanların çoxunun müasir zamanda ən böyük problemi nədir? Qəm, kədər, depresiya. Qəm, kədər, sıxılır, üzülür, sonra depresiyaya düşür, sonra gəlir intihar. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem nə deyərdi? Allahumma inni a'udhubike minəl həmmi vəl həzən. Qəm, kədərdən sənə sığınıram. Baxın, nədir İbn Qeyyim? Şeytanın ən çox sevindiyi nədir? Bir insanın daimi kədərdə olması, üzülməsi dünyaya görə. Yəni, gələcək qorxusu nə olacaq? Keçmişdə filan şeylər oldu, bugünüm necə olacaq? Ona görə də daimi Allah zikr edən insanın Allah Teala qəlbindən qəm, kədəri çıxarır. Nə deməkdir çıxarır? Yəni, Allah Teala onun işlərini xüsusilə özü üzərinə götürər, yəni yoluna qoyar. İnsanlar zikrin sadəcə bu faydasını bilsələr, dillərindən düşürməzlər. Baxın, Muhammed ibn Sirin məşhur alimlərdən birisi. Ya Quran oxuyardı, ya elm yayardı, qalan günlər neyniyədi? Subhanallah bihamdihi, subhanallah azim. Ən çox sevdiyi zikir. Subhanallah bihamdihi, subhanallah azim. Hətta görənlər deyərdilər ki, deyəsən, dəli olub. Deyirdi, bəli, bu zikir divanələrin dərmanıdır. La ilahe illallah. Yəni, dilindən düşürməzdir. Bir an belə. Zikir elə ibadətdir ki, baxın, ahirətdə elə bir ibadət yoxdur. Ahirətdə namaz, oruc, bitdi ibadətdə. Təklifi, mükəlləfiyyət yoxdur. Amma sadəcə nə var? Zikir var yenə də. Həmçinin, baxın, mələklərin ibadəti. Yusabbihuna bihamdi rabbihim. Hər zaman Allaha təsbih edərlər. Yəni, Subhanallah kəlməsi. Və qiyamət günü deyəcəklər ki, ey Rəbbimiz, biz sənə haqqı ilə ibadət etmədik. La ilahe illallah. Ona görə, üçüncü fayda nədir? Qəlbdən kədər və qəmi çıxarır. Dördüncü, qəlbə sevinç, şadlıq və genişlik gətirir. Beşinci, qəlbi və bədəni gücləndirir. Təkcə mənəvi deyil, hətta bədəni gücləndirir. Nəyə qarşı? Xəstəliklərə qarşı, zəifliyə qarşı.